Uşaqlarda əllərində olan doğuşdan gələn anomaliyalar, bunlar ən çox rast gəldiyimiz sindaktiliyadır, birləşik barmaqlardır. Barmaqlar bir-biri ilə birləşik olur. Bəzən pərdə şəklində, bəzən isə tam dırnağına qədər sümük şəklində də birləşik ola bilir. İkinci polidaktiliya da çox barmaqlıdır. 5 barmaq deyil, 6, 7, bəzən 8 barmaq ola bilir. Ümumiyyətlə vurğulayım ki, sindaktiliyada barmaqlar bir-birinə birləşdiyinə görə və barmaqlarımızın hərəsinin öz uzunluğu olduğuna görə ağır forma birləşmələrdə digər barmaq uc hissəsindən birləşdiyinə görə bir barmağın uzanma problemi yaranır və deformasiyalar baş verir. Ona görə bu pasientləri 3, 5, 10 yaşa deyil, 3 ayla 6 yaş ayın arasında 3-6 ay, valideynlər hər dəfə vurğulayırıq, cərrahi əməliyyat olunaraq ayrılmalıdır. Ağır hallarda dəri köçürülmələri icra olunaraq bu problemlər aradan qaldırılır və ən önəmli estetik görünüş bərpa olunur. Polidaktiliyada isə çox barmaqlıqda artıq barmağın çox nadir halda əzələ vətəri olur və o işləyir. Yəni əksər hallarda 98% halda artıq barmaq işləmir və o hər zaman uşağa gələcək həyatında bir maneə törədir. Ona görə artıq barmağın düzgün olaraq çıxarılması mütləqdir. Təşəkkür edirik.